Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən Sualə müəllimə ilə birlikdə 3-cü sinif Azərbaycan dili 1-ci isə səhifə 65-ə baxacağıq. Uşaqlar, başlamamışdan qabaq demək istəyirəm ki, kanalı bəyənməyi, kanala abunə olmağı unutmayaq ki, videolar davamlı gəlsin. İndi isə keçək dil qaydalarına. 3 A tapşırığına baxaq uşaqlar. Hansı bəndlərdə koala haqqında məlumat verilir? Uşaqlar, yadınızda saxlayın. Məlumat verilir deyirsə söhbət cümlədən gedir. Çünki cümlə bitmiş fikir ifadə edir. Məsələn, mən 3-cü sinifə gedirəm. Düzdür? Bitmiş fikir ifadə elədim. Amma mən desəm ki, sinif otağı. Bitmiş fikir ifadə burada elədi? Xeyr, əlbəttə ki, yox. Fikir tamamlanmayıb, sinif otağı deyirəm. Amma desəm ki, sinif otağında çoxlu şagird var idi, artıq fikrim tamamlandı, düzdürmü? İndi gəlin tapşırığa baxaq. Deyir ki, koala haqqında məlumat verilir hansı bəndlərdə? Biz nə dedik bu dəqiqə? Dedik ki, məlumat verilirsə cümlə olmalıdır. Baxın, sonunda nöqtə qoyulan bir C bəndidir, bir də D bəndidir. Vəssalam, deməli C ilə D-də bizə məlumat verilir. O birisi bəndlər A, B, Ç bəndi söz birləşməsidir, onu götürmürük. Deməli, uşaqlar, söz bildik nədir? Bax, heyvan burada nədir? Sözdür. Kisəli heyvan artıq söz birləşməsidir. Bizə məlumat vermir, sadəcə söz birləşməsidir. Amma koala kisəli heyvandır, artıq bitmiş fikir ifadələrdir. Biz buradan başa düşdük ki, koala kisəli heyvandır. Yaxşımı uşaqlar? Getdik B bəndinə. Deyir, verilmiş söz sıralarını cədvəl üzrə qruplaşdırın. Söz birləşmələrini bir qıraqdan, bir yerdən yazın, cümlələrini bir yerdən yaz. Uşaqlar, cümlənin sonunda nə qoyulur? Nə demişik? Durğu işarələri qoyulur, düzdürmü? Nöqtə, sual, nida, indi hələ ki nöqtədən gedir də söhbət. Deməli, hansında ki nöqtə qoyulub cümlədir. Hansında ki nöqtə qoyulmayıb, bitmiş fikir ifadə eləməyib söz birləşməsidir. Yəni, bu qədər asan yoldan yadımıza saxlayırıq. Baxın uşaqlar, söz birləşməsi hansıdır? Meşə, heyvanı. Düzdür, bu nədir? Söz birləşməsidir. S yazıram, özünüz yazarsınız cədvəldən. Koala meşə heyvandır. Artıq bu nədir? Cümlədir. Çünki nöqtə qoyuldu. Tenrikin iynəsi çoxdur, yenə cümlədir. Tenrikin iynəsi. Bu söz birləşməsidir. Güclü xortum yenə söz birləşməsidir. Filin xortumu güclüdür. Bu artıq cümlədir. Getdi bu birisi tərəfə. Tənbəl koala çox yatır. Cümlədir. Tənbəl koala söz birləşməsidir. Ağacın yarpağı söz birləşməsidir. Ağacın yarpağı yaşıldır. Artıq cümlədir. Sonunda nöqtə qoyuldu. Qəribə heyvan söz birləşməsidir. Kenguru qəribə heyvandır. Cümlədir. Bax belə uşaqlar. İndi isə gəlin keçək C tapşırığına. Verilmiş söz və söz birləşmələrini deyir ki, cümlələrdə düzəldib, neyinin uşaqlar? Yazın. Mən də uşaqlar, sizə rahat olsun deyənə, artıq hazır yazmışam və indi bir yerdə oxuyacaq. Gəlin uşaqlar, baxaq. Nə verilib? Adil yaxın dost nağıl kitabı bağışlamaq. Adil yaxın dostuna nağıl kitabı bağışladı. Nənə bayram axşamı şirin çörək bişirmək. Nənə bayram axşamı şirin çörək bişirdi. 3-cü cümləmiz olacaq. Murad kiçik bacısını rəqs dərnəyinə apardı. 4. Sevda rəsm albomuna gözəl şəkillər çəkir. 5. Baba hər axşam nəvəsinə maraqlı nağıl danışır. Yaxşımı uşaqlar? Gəlin qaydaya nəzər salaraq cümlədə sözlər arasında əlaqə yaratmaq üçün çox zaman onlara şəkilçilər artırılır. Bunu da yadımıza saxlayırıq. Məsələn, biz deyə bilərik ki, Aqil pəncərə bax. Siz deyirsiniz, ay müəllim, nə danışırsınız? Heç nə başa düşmədik, nə deyirsiniz? Amma deyirəm, Aqil pəncərədən baxır. Artıq nə edirəm? Onlara şəkilçi əlavə edirəm sözlərə ki, sözlər arasında əlaqə yaransın. Artıq düzəldi, Aqil pəncərədən baxır. Artıq siz də bilirsiniz ki, mən nə deyirəm? Aqil pəncərədən baxır. Düzdürmü uşaqlar? Bax, belə uşaqlar, bugünlük bu qədər. Hələlik.